Hər vaxtınız xeyir olsun. Dəvət 4-cü sinif riyaziyyat dərsliyində gələn mövzu 4-ün izahının davamına baxırıq artıq. Biz birinci hissədə 32-ci suala qədər gəlmişdik. İndi isə 33-cü sualla davam edirik. Sualda bizə deyir, 4 ardıcıl natural ədəddən ilk üçünün cəmi 4-cü ədəddən 20 vahid çoxdur və ədədləri tapın. Ümumiyyətlə, ardıcıl ədədlər bir-birindən nə qədər fərqlənir? Baxaq, məsələn, nümunə göstərək. 1, 2, 3, 4. Bunlar ardıcıl natural ədədlərdir. Baxırıq ki, hər sonraki ədəd özündən əvvəl gələndən bir vahid böyüdür. Demək, biz ardıcıl ədədləri quran zaman, əslində bu qarşıdakı dərslərdə ardıcıl ədədlərin necə qurulması dərsində biz onu keçəcəyik, amma hal-hazırda belə izah edim ki, ardıcıl ədədlər birincisi bilmiriksə neçədir, ona bir x yazırıq, ikincisi bundan bir vahid böyük olur, x üstəgəl 1 yazırıq, üçüncüsü ikincidən bir vahid böyük olur, x üstəgəl 2 yazırıq, dördüncüsü üçüncüdən bir vahid böyük olur, yazırıq x üstəgəl 3. Çünki hər sonraki ədəd özündən əvvəl gələndən bir vahid böyük olur deyənə belə qururuq tənliyi. Və sonra bizə deyir, ilk üçünün cəmi, ilk üçü hansıdır? X üstəgəl 1, x üstəgəl 2. Bunların cəmidir. Bu da eləyir neçə x bərabərdir? 3x üstəgəl 3. Deyir, ilk üçünün cəmi 4-cü ədəddən 20 vahid çoxdur. Yəni, ilk üçünün cəmindən 4-cü ədədi çıxanda arada 20 vahid fərq qalır. Yəni, belə yazırıq. 3x üstəgəl 3 çıxılsın 4-cü ədəd. Bunu alt-alta fərq şəklində də yazmaq olar. Qalır neçə? 20. Deməli, 3-dən 3-ü çıxırıq. Yəni, burada 3-dən 3 çıxırıq. Heç nə qalmır. 3x-dan x-i çıxırıq. 2x bərabər götürürük 20-yə. Çünki bunların fərqi 20 eləyir. Buradan da x-in 10 olduğunu tapırıq. Daha sonra bizə deyir ki, bu ədədləri tapın. Birinci ədədimiz elə x 10 olduğu üçün birinci ədəd 10-dur. İkinci ədəd 1 vahiddən böyük 11, o birisi 12, o birisi də 13. 34-cü suala baxaq. Üçbucağın deyir, birinci və ikinci tərəfinin cəmi 56. Birinci və üçüncü tərəfinin cəmi 48. İkinci və üçüncü tərəfinin cəmi 60-dır. Üçbucağın perimetrini tapın. Əvvəlcə bir üçbucaq çəkək. Birinci, ikinci, üçüncü tərəfə biz bir ad verək. Məsələn, birinci tərəfimiz olsun A, ikinci tərəfimiz olsun B, üçüncü tərəfimiz olsun C. İndi deyir, birinci ilə ikincinin cəmi, yazaq burada. Birinci ilə ikincinin cəmi 56-dır. Birinci ilə üçüncünün cəmi 48-dir. İkinci və üçüncünün cəmi 60-dır. Və bizdən üçbucağın perimetrini tapmamızı istəyir. Uşaqlar, bu üçbucağın perimetrini tapmaq üçün ümumiyyətlə üçbucağın perimetri necə tapılır? Tərəflərin uzunluqları cəmini tapmalıyıq da, düzdür? A üstə gəlsin, B üstə gəlsin, C. A üstə gəlsin, B üstə gəlsin, C nə deməkdir? Yəni, bir dəfə A-nı, bir dəfə B-ni, bir dəfə C-ni toplamalıyam ki, perimetri tapa bilim. Demək, bu sualı həll edəndə baxırıq. Biz burada verilənləri yazmışıq. Daha sonra bu, belə deyək də, verilənləri qarşı-qarşıya gəlib toplamaq lazımdır. A-ları toplayıram, eləyir 2A. Daha sonra B-ləri toplayıram, yəni eyni hərfləri bir-birindən toplayıram. 2B eləyir. C-ləri toplayıram, edir 2C. Və bunların cəmini də bir yerdə toplayıram. 60 üstə gəlsin 48 eləyir 108. Üstünə gəlirik 56 eləyir 164. Daha sonra baxırıq. Həm məntiqlə bunu tapa bilərik. Perimetr dedi ki, A üstə gəlsin, B üstə gəlsin, C şəklində tapılmalıdır. Yəni, bu da 1A üstə gəl, 1B, 1 və 1C-nin cəmi deməkdir. Bizdə isə baxırıq ki, 2A, 2B, 2C-nin cəmi verilib. Yəni, sanki perimetrin 2 qatı verilib bizdə. Onda perimetrin özünü tapmaq üçün. Yəni, 2 qatı əgər 164-dürsə, onda A üstə gəl, B üstə gəlsin, C neçə olar? 164-ü bölərəm 2-yə. Bu deyir 82. Və yaxud da burada 7-ci dərsdə biz keçəcəyik ortaq vurğu mötərizə xaricinə çıxarılması. 2A, 2B, 2C-də ortaq vurğu 2-dir. Mötərizə xaricinə çıxardıram, qalır A üstə gəlsin, B üstə gəlsin, C bərabər 164-ə. Buradan yenə də düşünürük ki, 2 neçəyə vurublar? 264 alınıb. Qayıdıb 164-ü 2-yə bölürük, eləyir nə? 82. Demək, perimetrimiz 82-dir. Növbəti sualda bizə deyir 35-də. A və B ədədlərinin cəmi 68. Yazıram verilənləri. A üstə gəl B bərabərdir 68. B və C ədədlərinin cəmi 70. B üstə gəlsin C bərabərdir 70. A üstə gəl A və C ədədlərinin cəmi isə 62 olarsa, A, B və C ədədlərinin hər birini tapın. A bərabər sual, B bərabər sual və C bərabər sual. Bu sualı həll eləmək üçün biz iki mərhələdən yəni ibarətdir bu sual. Birinci biz ümumilikdə A, B, C-nin cəmini tapacağıq. Necə ki, 34-cü sualda bunu yerinə yetirdik. Daha sonra A, B, C-ni ayrı-ayrı taparıq. Deməli, nə edirik? Qarşı-qarşıya yenə də toplayırıq. 2A üstə gəlsin. 2B görürük də, B-lər neçə dənədir? 2B-dir. Üstə gəl. Bunları hamısını yəni bir yerə cəm edirik. 2C. Bərabərdir. 68 üstə 62 gələndə eləyir 130, üstünə də 70 gələndə eləyir 200. Daha sonra bayaqları mən necə həll eləmişdim? Ya, deməli, 2-ni mötərizə xaricinə çıxardırıq. Yazırıq A üstə gəl B üstə gəl C bərabərdir 200-dürsə, onda A üstə gəl B
üstəgəl C bərabərdir 200-ü bölürəm 2-yə ki, tapım bunların cəmi necədir? Bu da edir 100. Yəni birinci etap budur. İkinci etapda artıq mən baxıram, məndən soruşmur axı A üstəgəl B üstəgəl C-ni. Məndən ayrı-ayrı soruşur. A neçədir, B neçədir, C neçədir? Mən bura çatandan sonra, yəni artıq bu hissəni silirəm. A üstəgəl B üstəgəl C-nin madam ki 100 olduğunu tapmışıq. Artıq əvəz etmə üsulundan keçirik. İkinci etapda əvəz etmə üsulu. Baxın, A üstəgəl B-nin cəmi 68 verilibsə, gəlib bu cəmi burada yerinə qoyuram. Və tapıram C neçədir? A üstəgəl B əgər 68 isə, 68-in üstünə C gələndə 100 eləyibsə, buradan C-nin neçə olduğunu tapıram? 32. Daha sonra ikinci, yenə də eyni qaydada gəlirəm. B üstəgəl C-ni yerinə qoyuram bu səfər. B üstəgəl C əgər 70-dirsə, onda mən neyi tapmış olacam? A-nı tapmış olacam. A üstəgəl 70 bərabərdir 100-dürsə, A bərabər olur neçəyə? 30-a. Daha sonra nə edirəm? Təbii ki, üçüncünü qoyuram yerinə. Əgər A üstəgəl C 62-dirsə, baxın silirəm. A və C-nin cəmi 62-dirsə, o zaman mən neyi tapmış olacam? B-ni tapmış olacam. Yazıram 62 üstəgəlsin B bərabərdir 100-dürsə, buradan B bərabərdir 38-ə. Demək, bu sual 2 mərhələdən ibarət oldu. Daha sonra 36-cı suala baxırıq. Bir, 2 tək natural ədədlə 2 cüt natural ədədin cəmi 100-dür. Cüt ədədlərdən biri ən çox neçə olar? Yazaq 36. Demək, söhbət 4 ədəddən gedir də. İkisi təkdir. Buraya yazaq altlarına tək. Və ikisi də cütdür. Onların da altına cüt yazaq. Bunların cəmi 100 verilib bizə. Deyir ki, cüt ədədlərdən biri ən çox neçə olar? Və bu ən çox neçə olar? Bunu tapmaq üçün, onda digər ədədlərə verə biləcəyim ən kiçik qiyməti verirəm. Yəni, ədədlərdən birinin ən çox olduğunu soruşanda, digərlərinə verə biləcəyim ən kiçik qiyməti verirəm. Bu üçü də ən kiçik qiyməti ala bilər. Demək, düşünürəm, tək ədədlərin ən kiçiyi kimi bura mən nə yaza bilərəm? 1. Və burada bu misalda demir ki, 2 müxtəlif tək natural ədəddən 2 müxtəlif cüt natural ədədin cəmi. Sadəcə şərt nədir? 2 tək natural ədəd. Onda o birisi də 1 ola bilər. Bu 1-dir, bu 1-dir. Onda cüt ədədlərdən ən kiçiyi verə biləcəyim 3-cü ədədə 2-dir. İndi 1 üstəgəl 1 üstəyəlsin 2 eləyir 4 və 100-dən də 4 çıxanda cüt ədədlərdən biri ən çox necə ola bilər? Onu tapıram. 96 ola bilər. Daha sonra 37-ci suala gəlirik. 37-ci sualda bizə deyir 4A üstəgəl 3B bərabərdir 72-dir. 4B üstəgəl 3A da bərabərdir 68-dir. Onda A üstəgəl B bərabərdir sual. Baxın, siz bu 4A üstəgəl 3B-yə 4 alma və 3 banan kimi baxın. 4 alma ilə 3 bananın qiyməti 72-dir. 4 bananla 3 almanın qiyməti isə 68-dir. Nə edirik? Almaları bir araya gətiririk. 4A üstəgəl 3A oldu 7A üstəgəlinsin. Və bananları da bir araya gətiririk. Yəni 4 banan üstəgəl 3 banan elədi 7 banan. Və bunların bir yerdə qiymətini tapırıq. Yəni bunların qiymətlərini də cəm edirik. 72 68 gəlirik. Eləyir 140. Baxın, indi sizə mən desəm ki, 7 anan və 7 almanın qiyməti 140 qəpikdirsə, və yaxud 140-dırsa, onda bir almanın qiymətini necə taparsan, gəlib 140-ı 7-yə bilərsiniz. Burada da eyni şey, 7A üstəgəl 7B 140-dırsa, A üstəgəl B-ni tapmaq üçün 140-ı bölməliyəm 7-yə. O da eləyir nə? 20. Və yaxud da indi 7-ci dərsdə biz öyrənəcəyik ortaq vurğun mötərizə xaricinə çıxarılması. 7 vurulsun, burada 7 ortaq vurğundur. Mötərizə xaricinə çıxardığında qalır nə? Digər toplananlarımız A üstəgəl B bərabərdir 140. Buradan da düşünürsən, 7-ni neçəyə vuranda 140 alınır ki, 20-yə təbii ki. A üstəgəl B oldu 20. 38-ci suala baxaq. A üstəgəl 2B bərabərdir 65. B üstəgəl 2A bərabərdir 55. Yəni A üstəgəl B-ni soruşur, bərabər sual. Yəni A-ları bir yerdə toplayıram. A üstəgəl 2A. A-nın qabağında həmişə 1 durur. Yəni heç nə yoxsa o demək ki, orada 1 var. Eləyir 3A üstəgəlsin. 2B ilə də B-ni 1 toplayıram. Olur 3B. Bərabərdir 65 ilə də 55-i toplayıram. Eləyir nə? 120. Daha sonra burada 120-ni nə edəcəm? Bu 3-ə böləcəm. A üstəgəl B-ni tapanda 120-ni bölürəm 3-ə edir 40. Demək, cavab 40-dır. 39-cu suala baxaq. 5x üstəgəl 3y bərabərdir 88-ə. 3x üstəgəlinsin 5y bərabərdir 72-yə və bizdən soruşur x üstəgəl y bərabərdir sual. Nə edirik? X-ları 1 toplayırıq, edir 8x. Üstəgəlsin y-ləri 1 toplayırıq, 8y bərabərdir 88 ilə də 72 bir yerdə toplayanda 160 alır. Daha sonra nə edəcəyik uşaqlar? X üstəgəl y-i tapmaq üçün 160-ı böləcəyik 8-ə. Yəni elə bil ki 8 əgər 8x və 8y bir yerdə 160-dırsa, 1x üstəgəlsin 1y neçədir? 160-ı bölməlisən 8-ə. O da eləyəcək 20.
Yəni bunu belə düşünün də. Məsələn, mən desəm ki, 8 ayaqqabı, eyni ayaqqabının qiyməti 160 manatdırsa, onda bir də ayaqqabının qiyməti neçə manatdır? 160 bölərsiniz 8-ə, deyərsiniz 20 manat. Orada da eyni. 8A əgər üstəgəl 8B 160-dırsa, 1A üstəgəl 1B-ni tapanda bölməlisən 8-ə. 40-cı suala baxaq. Rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli ədədlə rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli ədədin cəmi ən kiçik 4 rəqəmli ədəddən neçə vahid çoxdur? Yəni burada görürük ki, 3 dənə ədəddən getdi söhbət. Birincisi hansı ədəddir? Rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli ədəd. Əvvəlcə 4 dənə boş xana çəkək. Rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli ədəd istəyirsə, onda ən yüksək mərtəbəyə 9 qoyaram, ən böyük rəqəmi. Daha sonra digər mərtəbələri də bir-bir azaldaram. Yəni rəqəmlərin müxtəlif şərti olduğu üçün. Bu ən böyük 4 rəqəmli rəqəmlərin müxtəlif ədədimizdir. İkinci nə deyirdi? Birinci ədədi qeyd elədik. İkinci deyirdi ki, rəqəmlərin müxtəlif ən böyük 5 rəqəmli ədəd. Bu da nədir onda? 98765-dir. İndi deyir bunların cəmi, onda gəlin bunları, yəni 4 rəqəmli ilə 5 rəqəmlini cəmləyək. 5 + 6 11, 7 + 6 13, 1 + 14, 8 + 7 15, 1 + 16, 9 + 8 17, 1 + 18, 98641 ədədi bunların cəmi. Daha sonra nə deyir? Ən kiçik 4 rəqəmli ədəddən. Ən kiçik 4 rəqəmli ədədimizi də gəlin tapaq. Ən kiçik 4 rəqəmli ədəd, amma burada hansı şərti qoymayıb bizə? Rəqəmlərin müxtəlif şərtini qoymayıb. Ən kiçik 4 rəqəmli ədəd onda 1000-dir də. İndi 98641-dən çıxıram 1000-i. Eləyir nə? 97641. Bu qədər çoxdur. Sonra deyir, A-nın hansı qiymətində A üstəgəl 3 rəqəmli bir ədəd verib. A-nın hansı qiymətində A üstəgəlinsin AA. Bunları alt-alta toplamaq lazımdır. Qarşı-qarşıya versə də biz gəlirik alt-alta toplayırıq. Bərabərdir 1034. İndi düşünürük. Hansı 3 eyni rəqəmi bir-biri ilə toplasam sonu 4 ilə bitər. Təbii ki 8 olar. 8-ləri qoyuruq yerinə, yoxlayırıq. 888 üstəgəl 88 üstəgəl 58. Oradan da görürük ki 1034 alınır. Yəni alt-alta da yazmaqdan tapma olur asanlıqla. 42-ci sualda deyir, qatar 3 gün ərzində cəmi 2472 kilometr yol getmişdir. Birinci gün 890 kilometr demək. 3 gün yol gedib. Yazıram 1, 2, 3. 3 gün yol gedib. Nə qədər cəmi yol gedib? Ona da verilənləri açıq-aşkar yazmalıyıq. 2472 kilometr yol gedib. Birinci gün nə qədər yol gedib? 890 kilometr. İkinci gün bundan 40 kilometr çox yol gedibsə, onda 890 üstünə 40 gəlirəm. Bu da eləyir 930 kilometr. Nə deyir sonra? Üçüncü gün gedilən yolu tapın. Nə edirik? 2472-dən çıxırıq. 801-ci gün getdiyi yolla, ikinci gün getdiyi yolun cəmini. Yəni ya da sırayla bir-bir çıxaram. Yəni 2472-dən sıra 1820-ni. Bu da neçə edir? 2, 5, deməli 652. Demək, üçüncü gün 652 kilometr yol gedib. Yəni də hesablamada rəqəm səhvi ola bilər ki, edərəm. Siz düzəliş edərsiniz, elə bir səhv görsəz. 43-cü sualda, çünki belə hesablayanda tələsərək hesablayıram ki, video çox uzun olmasın və orada mümkündür ki, hansısa rəqəm səhvi olsun. Hesablama səhvi yəni. Verib bizə AAA, nəsə 4 rəqəmli rəqəmləri eyni olan bir ədəd və BBB, yəni 4 rəqəmli rəqəmləri eyni olan bir ədəd. Bunları toplayanda 16665 alınır. Yəni biz düşünürük. A-ların yerində hansı rəqəm ola bilər və B-lərin yerində hansı rəqəmlər ola bilər. Və sonra biz fikir veririk ki, orada soruşur ki, AAA çıxılsın BBB-ni tapın. Onda demək, A daha böyük rəqəmdir ki, gəlib B-ni ondan, yəni B-lərdən ibarət 4 rəqəmli ədədi çıxırlar. Demək, A daha böyük ədəddir. Biz yəni rəqəmləri düz qoş edəndə ona diqqət eləməliyik ki, o daha böyük olsun. Demək, düşünürük, hansı rəqəmləri qoysaq cəmi 5 edə bilər. Baxın, burada müxtəlif versiyalar düşünə bilərsiniz. Məsələn, tutaq ki, fikirləşə bilərsiniz ki, A-lara 4 verim, 4444 olsun. Qoy B-lər də 1111 olsun ki, toplayanda tutaq ki, fikirləşirsiniz ki, 4 ilə 1-i toplasam 5 olacaq. Amma sonra gəlib digər mərtəbələrdə olan rəqəmləri toplayanda görəcəksiniz ki, 16665 alınır. Yəni, müxtəlif versiyalar düşünəcəksiniz. Ən axırda qənaətə gələcəksiniz ki, A-lar olsun 9999, B-lər də olsun 6666. Bunları toplayanda alınır 16666. 65 daha doğrusu. Sonra bunların da fərqini tapsaq, eləyəcək nə? Fərqini tapanda 3333. Vəssalam. 44-cü sualda deyir ki, 7654 çıxılsın A üstəgəl B bərabərdir 4367 olarsa A üstəgəl B
Üstə gəlinsin 2378-i tap. Bərabərdir sual. Əvvəlcə mən bu əgər bizdən soruşulursa, demək mən A üstəgəl B-nin neçə olduğunu bilməliyəm. A üstəgəl B-nin cəmini. Nə edirəm? Gəlirəm burada A üstəgəl B-ni tapıram. 7654-dən neçə çıxıblar ki, bu mötərizədə olan ədəd neçədir ki, bunların cəmi neçədir ki, 4367 alınıb. Onun üçün nə edərik? 7654-dən gəlib birbaşa 4367-ni çıxaram, taparam A üstəgəl B-nin cəmi neçədir. Demək 3287-dir. Və gəlirəm burada yerinə qoyuram. Baxın, burada yerinə qoyuram 3287-ni. Və üstünə gəlirəm 2378-i. Bu da eləyir 5665. Daha sonra 45-ci sualda deyir, rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli ədəddən. Rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli ədəd 98765-dir. Deyir, hansı ədədi çıxsaq? Hansı ədədi çıxsaq bilmirik, bir x-dan qeyd edək. Alınan fərq, yəni bərabər nəticəmiz, rəqəmləri deyir müxtəlif, ən kiçik rəqəmləri müxtəlif 3 rəqəmli və ən kiçik rəqəmləri müxtəlif 4 rəqəmli ədədlərin cəminə bərabər olur. Ən kiçik rəqəmləri müxtəlif 3 rəqəmli. Ən kiçik rəqəmləri müxtəlif 3 rəqəmli ədədimiz 102-dir. Ən kiçik rəqəmləri müxtəlif 4 rəqəmli ədəddə 1023-dür. Deyir, alınan fərq bunların cəminə bərabər olur. 1023 ilə 102-ni birbaşa toplayaq. Eləyir, deməli, 1100 1023 ilə 102-ni toplayaq. Bunların cəmi eləyir, deməli, 1143. Bir anlıq toplaya bilmədim, 1143 eləyir. Və burada təmli kimi həll edirik. X tapanda, yəni mühasisə ədədi olduğunu tapanda 98765-dən çıxırıq 1143-ü. Və bu da eləyir 97622. Demək, tapdıq cavabımız 97622. Uzun danışmaq istəmirəm. 46-cı suala baxaq. A üstəgəl B üstəgəl C bərabərdir 12-dir. Onda ABC üstəgəl BCA, biz bunları demişik ki, hərfli misalları alt-alta yazarıq. CAB-ni deyir. Baxın uşaqlar, bunları toplayanda, təbii ki, biz rəqəmli ədədləri toplayanda ən kiçik mərtəbələri birinci toplamalıyıq. Təşkillər mərtəbəsində duran rəqəmləri. Baxıram, təşkillər mərtəbəsində CAB-dir. CAB-nin cəmi üst-üstə gələndə elə ABC-nin cəmi deməkdir. Yəni 12 edir. Ona görə 2 yazıram, 1 yadda. Sonra gəlirəm onluqlar mərtəbəsində olan ədədləri toplamağa. Baxıram ki, onluqlar mərtəbəsində B-dir. B üstəgəl C üstəgəl A yarandı. Yəni eyni şey yarandı. Yəni yerlərin toplananların yerini dəyişəndə axı cəm dəyişmir qaydası var. Demək, B üstəgəl C üstəgəl A da 12-dir. Bayaqlarda bir yadda qalmışdı, oldu 13, yenə bir yadda. Yenə gedirəm yüzlüklər mərtəbəsində yenə görürəm ABC var. O da yenə də 12-dir, bir də yadda oldu nə? 13. Yəni cəm oldu 1132. Daha sonra 47-ci sualda deyir, rəqəmləri cəmi 7-yə bərabər və rəqəmləri müxtəlif. Ən böyük və ən kiçik 4 rəqəmli ədədlərin cəmi necə? Deməli, rəqəmləri cəmi 7-yə bərabər olan və rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli ədədimiz 4210-dur. Ən kiçik 4 rəqəmli ədədi isə 1024-dür. Bunların cəmini soruşduğu üçün 5234 alınır. Daha sonra yenə 48-ci sualda biz alt-alta yazıb baxacağıq. Düşünürük. 6-nın üstünə neçə gələndə? 9 edər. 3 gələndə. A-nın yerinə bir 3 yazaq. Sonra düşünürük. 8-in üstündə neçə gələndə? 2 eləyib, demək 4. B-lərə də bir 4 yazaq və sonra yoxlayaq. Görək düz alınır. Ondan da 3 üstə 6, 9, 8 üstə 4, 12, 1 yadda, 3 üstə 5, 8, 1 yadda, 9, bəli. Demək, A oldu 3, B isə oldu, nə yazdıq, deməli 4. A ilə B-nin cəmini soruşduğu üçün elədi 7. 3 üstə 4, 7. Daha sonra 49-cu sualda bizə deyir, avtomobil birinci gün 765 km yazırıq, birinci gün 765. İkinci gün bundan 130 km çoxanda 765 üstünə nə gəlməliyik? İkinci günü tapanda 130. Bu da eləyir 895 km. İkinci gündən 124 km az yol gedib. Onda demək az yol gedəndə çıxır. İkinci gün 895 gedib, üçüncü gün bundan 124 km az gedibsə, eləyir deməli 771 km. Avtomobil 3 günə nə qədər yol gedib? Üçünü də toplamaq lazımdır.
765 üstə gəl 895 üstə gəl 771. Toplayırıq 11 bir yadda. 22 bir də yadda, 23 2 yadda. 14 22 2 də yadda. 24 2431. Yenə də hesablamada siz özünüz diqqətlə baxın. Rəqəm səhvi, hesablama səhvi olsa üzrlə hesab edin. Tələsərək yazıram ki, video çox uzanmasın. 50-ci sualda bizə deyir 2, 3, 4, 5, 6 rəqəmlərindən istifadə etməklə yazılan rəqəmlərin müxtəlif ən böyük və ən kiçik 5 rəqəmli ədədlərin cəmi necədir? Rəqəmlərin müxtəlif ən böyük 5 rəqəmli ədədimiz, onda ən böyük deyirsə, ən yüksək mərtəbəyə altın qoyaq. 65432 eləyir. Ən kiçik 5 rəqəmli ədədi də istəyirsə, deməli, bu da eləyəcək təbii ki, 23456 tərsinə sitdə bunu. Deyir, indi bunları bir-birindən itirirəm sualı hər dəfə. Yəni, bunların cəmini soruşur. 8, 8, 8, 8, 8, 88.888. Mən 51-ci sualı götürmək istəyirəm, çünki çox azaddır. Yəni, 34567-dən uşaqlar çıxarsınız 9987 A-nı taparsınız. Daha sonra o A-nı gəlib burada yerinə qoyub toplayıb 1234-dən B-ni taparsınız. B-ni də tapandan sonra gəlib burada yerdə qoyub üstünə 5678 gəlib C-ni taparsınız. Burada adi hesablama olduğu üçün mən bunu yazmıram. Elə 52-ci sualda onun eynisidir. 53-cü sual baxaq. Rəqəmlərin müxtəlif ən kiçik 5 rəqəmli ədəddir. Rəqəmlərin müxtəlif ən kiçik 5 rəqəmli ədədimiz nədir? 10234. Ən böyüyü 2304 olan 3 ardıcıl cüt ədədin cəmini çıxsaq. Ən böyüyü 2304 isə onda azalda gedək. Ən kiçiyi neçə imiş? 2300 imiş. 2300 imiş. İkincisi 2302 imiş. Üçüncüsü elə ən böyüyü dediyi üçün 2304-dür. Bunların bir cəmini çıxsaq, fərq neçə olur? Uşaqlar, mən bunu hesablamıram, siz özünüz hesablayın. 2300-ün üstünə 2303 gəlin. Daha sonra 2304 və 10234-dən bunların cəmini çıxın. Və bir də kalkulyatora daxil olub hesablamaq istəmirəm, elə özünüz hesablayın. Tutumu deyir 4500 litr olan içəndə 2300 litr su var. Sən əslində 4500 litr su tutur. Yəni içərisində 4500 litr su içmək olar. Amma hazırda o qədər su yoxdur, 2300 litr su var. Yəni məsələn yarısından biraz çox da 2300 litr. Deyir, bu sənə əvvəl 460 litr su tökürlər. Gəlirlər, üstünə 460 litrdə su tökürlər. Olur nə? 2760 litr su. Əvvəl var idi, axı 2300. Olur 2760, biraz artdı suyun miqdarı. 2760 litr oldu. Sonra deyir, 320 litr boşaldırlar, axıdırlar suyu. 320-ni boşaldırlarsa, bundan sonra səndə nə qədər əvvəlcə su qalır, biz onu tapaq. 2440 litr su qalır. Var hazırda, yəni boşaltdılar, doldurub boşaltdılar. Hazırda 2440 litr su var. İndi sənin tam dolması üçün, yəni bu çatıb olmalıdır nə qədər? 4500 litr. Nə qədər su tökməliyik ki, 4500 olsun? O da 4500-dən gərik. Çıxırıq 2440-ı. Bu da eləyir nə? 2060 litr suda tökmək lazımdır. 55-ci sualda bizə deyir. BCD üstə gəlsin AAA. Dedik ki, hərfli misalları alt-alta yazacaq həmişə. 876-dır. Və deyir, burada A ən çox. Baxırıq ki, A-larla verilən ədəd, yəni rəqəmləri eyni olan bir ədəddir. Çünki üçü də A-dır. Düşünürük. Məsələn, A-nı elə 6-nın özü götürsək, məsələn, A-lar olsa 666. Bu zaman BCD-də D olmalıdır 0. Ki, 0 ilə 6-nı toplayanda 6 versin bizə. C olmalıdır 1. Ki, 6 ilə toplayanda 7 olsun. B də olmalıdır 2. Demək, A ən çox 6 ola bilər. Başqa məsələn 7 qoya bilmərik. 777-nin üstünə. Tutaq ki. Burada 876-nı keçəcək bizim cəmimiz. 56-cı suala baxaq. LMN İstəyənsin FFF İkisi üç rəqəmli ədəddir. İkincisinin rəqəmləri eynidir. 789 deyir olsun. Deyir ki, F ən çox neçə ola bilər? F-ə biz 9 verə bilmərik. 8 də verə bilmərik. 7, gəlin yoxlayaq görək. 777 olsa əgər. Rəngi dəyişək. Tutaq ki, F-lərə 777 verdik. Bu zaman N neçə olur? N2 olur. M1 olur. L də 0 olur. Baxın, bu ödəmədir. Çünki 0-dan başlayan bir ədəd olmaz axı. Onda bunu silək. 777 deyil demək. Onda bir vahid azaldıq. 666 verək. Bu zaman LMN yoxlayaq görək neçə olmalıdır ki. F, N deməli 3-dür. M 2-dir. L də 1-dir. Bu zaman alınır.
və f yenə də ən çox 6 ola bilər.